həkim öz işini bacarırsa, öz işini yüksək səviyyədə eləyirsə, o öz işinə qaransiya verə bilər ki, bəli, mən bu işi bacarıram. Onun üçün operasiya vaxtı cürbəcür problemlər rast gələ bilər cərrahın yanına. Hansılar ki, müayinə təyin olunmur, məsəl üçün, qeyri-adi anatomiya ola bilər, damarın qeyri-adi anatomiyası ola bilər, məsəl üçün, ayrı yeni dama gedə bilər və orada cərrahdan çoxlu, onun təcrübəsi çox rol oynayır. Ona görə o cərrahın təcrübəsi elə bir cərrahın o işə aparalan qarantiyasıdır. Bu, biz işimizə uyğun qarantiya veririk ki, bəli, biz bu işi bacarırıq. Ancaq o xəstənin əməliyyata çıxıb-çıxmaması, ya da ki, məsəl biz onkoloq, mən onkoloqam məsəl üçün də, deyim ki, məsəl üçün bu xəstə operasiyanın bu 100% sağala biləcək, o düzgün söhbət deyil. Onkoloji xəstələrdə məsəl üçün deyəndə ki, qarantiya, mən onu çevirəm ayrı söhbət, deyirəm ki, qarantiya yox, proqnoz. 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 Məsəl üçün, xəstənin yaxınına deyirəm ki, məsəl üçün, baxın, 3 nə variant var. Operasiya söyü bu sağalma şansı budur. Məsəl üçün, şua versiya sağalma şansı budur. Kimyoterapiya versiya sağalma şansı budur. Özünü seçirsən. Orada əlbət 100% bir şey yoxdur. Ona görə ki, onu biz o mövzuya toxunucuyuz bizdə. Niyə bizdə onkoloji xəstələrin sağalma şansı azdır. O mövzuya biz toxunucuyuz. Ancaq biz qarantiyanı yox. Mən xəstə qolma deyirəm ki, qarantiya deyilmiyim, deyim proqnoz. Məsəl üçün, bu xəstəyə bu əməliyyat elədik, nə gözləyir xəstəni? Bəli, xəstəni gözləyir ki, məsəl üçün, 40-lara xərçəngi 3-cü A mərhələsində sağalma şansı 60, 70, 80%-dir. Bəli, 100 nəfərdən 70-80 tam sağalırlar. Ancaq 20-30-u sağalmır. Orada şiş qayıda bilər. Biz adətən o söhbəti həmişə çevirəm ki, qarantiya təcrübənizin statistikasını... Bəli, statistika ilə qarantiya yox, onu çevirir ki, proqnoz olsun. Ancaq qarantiya deyəndə, indi cəmaatda hamı qarantiya istəyir, söhbəti yox. Hamı istəyir ki, hamısı yaxşı olsun. Ancaq insanlarla düzgün söhbət eləyəndə, onlar o sualı da vermirlər.